Ve ayette Allah Teala buyurur ki: "Efemen şerahallahu sadrahu lil İslam." O kimse ki Allah Teala onun köksünü İslam'a açıp fehu ala min nurin min Rabbi. O Rabbi tərəfindən bir nur üzərindədir. Yəni köksünü açdığı, yəni köksünü genişləndirdiyi kimsə. Yəni belə ki, o köks əgər İslam'a tərəf açılıbsa və şəri əhkamlar gəldiyi zaman onu qəbul edir və buna etiraz etmir. Yəni moizələr eşitdiyi zaman moizələrdən təsirlənir və insana, möminə deyildiyi zaman bu Allah Teala'nın hökmüdür, əhkamlarıdır və ona təslim olur və onu öyrənmək istəyir və ona qarşı etiraz o yoxdur və həmçinin Allaha qarşı, yəni Allahın itaətinə qarşı da çətinlik və ağırlıq da yoxdur. Yəni onları köksü geniş olduğuna görə könül xoşluğu ilə yerinə yetirir. Və həmçinin yəni möminə deyildiyi zaman, yəni bu iş günahdır, diqqətli ol, onu tərk elə və görürsən ki, onu qəbul edir. Və bunu bilməklə, onun günah olduğunu bilən kimi tərk edir. Ondan uzaqlaşır. Yəni bu müminin halıdır. Yəni salih bəndə budur. Yəni köksü açıq olan, köksü geniş olan, ibadətə, itaətə hazır olan kimsədir. Və buna görə də Allah Teala buyurur ki: "Və huve ala nurin min Rabbi." O Rəbbi tərəfindən bir nur üzərindədir. Yəni bu nur günəşin nuru deyil, ayın nuru deyil və yaxud da çıraqların nuru deyil. Yəni bu nur, yəni qəlblərin yumuşalması deməkdir. Yəni hidayət nurudur. Yəni bu Allah Teala qəlblərə yerləşdirdiyi bir nurdur. Hansı ki, bu nur sayəsində mömin bəndə Allahın rizasına, Allahın razılığına çatır. Necə ki Allah Teala buyurur: "Fəmən yuridillahu en yehdiyehu yəşrah sadrahu lil İslam." Allah Teala kimi hidayət etmək istəyərsə, onun köksünü İslam'a açar. Allah Teala kimi hidayət etmək istəyərsə, onun köksünü İslam'a açar. Yəni burada nəzərdə tutulan o nur, yəni hidayətdir. Yəni belə ki, o insan salihlərin yolunu tutur, möminlərin yoluna tabi olur. Namazları ağır görmür, çətin görmür, salih əməllərə həmçinin ağır bir iş hesab etmir. Və həmçinin Allah Teala'nın ayələrini, kəlamını eşitdiyi zaman qəlbi yumuşalır. Yəni Qur'an-ı Kərimlə, yəni Qur'anla salihlər ləzzət alır və qəlbi yumuşaq olan insanlar Qur'andan faydalanır. Allah Teala buyurur: "Ləv ənzəlnə hədəl Qur'anə alə cəbəlin lərəaytəhu xaşi'an mutasaddian min xəşyətilləh." Əgər biz bu Qur'anı dağlara nazil etsəydik, sən dağların qorxduğunu və Allah qorxusundan yarıldığını görərdin. "Və tilkəl əmsəlu nadribuha lin-nasi leallahum yetefekkarun." Yəni biz bu misalları insanlara çəkirik ki, onlar təfəkkür etsinlər deyə. Yəni mömin insan Allahın kəlamını, Qur'anı eşitdiyi zaman qəlbində qorxu yaranır və həmçinin Allahın kəlamından ləzzət duyur və Allahın ayələrində dayanır, mənalarını düşünür və Allah Teala'nın nə istədiyini fikirləşir. Yəni bu ayələrdə Rəbbim məndən nə istəyir? Yəni müminin qəlbi ayələr eşitdiyi zaman duma'ninə, yəni rahatlıq, sükunət əldə edir və gözəl şəkildə fikirləşir və ayələrin fəhmi haqqında gözəl şəkildə düşünür və ona oxunan ayələri düşünür və müti olur, qorxu yaranır və bilir ki, bu ayələrlə danışan Allah Teala'dır. Və bu ayələri Cəbrail aleyhissalam Allah Teala'dan birbaşa eşitmişdir və onun üçün 7 qat göy açılmışdır. Və Cəbrail aleyhissalam da onları Peyğəmbər sallallahu aleyhi və səlləmə nazil etmişdir. Peyğəmbər sallallahu aleyhi və səlləm Cəbrail aleyhissalamdan eşitmiş və ayələri eşitdiyi zamanda ona ağır gəlirdi. Allah Teala buyurur ki: "İnna sanulqi alayka qawlan thaqila." Yəni biz sənə ağır bir söz təlqin edəcəyik. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləm soyuq, şiddətli soyuq bir gündə vəhy gəldiyi zaman tərləyərdi. Yəni alnı tərləyirdi. Və vəhy nazil olduğu zaman. Sonra sahabələr
Yani bunu Peygamber sallallahu aleyhi ve sellem'den almışlar ve ondan sonra da tabiinler sahabelerden götürüp yani ezberleyip ve beləliklə bir-birlərini ötürüblər. Yəni bu ümmətə Qur'an yəni bu formada çatmışdır.